Salam əziz izləyicilər. Bu dəfəki videomuz dördbucaqlılar haqqında olacaq. Deməli, dördbucaqlılar mövzu izahı. Deməli, ümumiyyətlə dördbucaqlılarımız iki yerə bölünür. Deməli, dördbucaqlılarımız qabarıq dördbucaqlıdır, bir də çökük dördbucaqlı. Deməli, dördbucaqlılar. Dördbucaqlılar iki yerə bölünür. Çökük dördbucaqlı, qabarıq. Çökük, bir də qabarıq. Deməli, çökük dördbucaqlı nədir? Çökük dördbucaqlı, yəni içəri daxil olan bir bucaq olmalıdır. Məsələn, bu dördbucaqlı çökük dördbucaqlıdır. Bu bucağına alfa, bu bucağına beta, bu bucağına məsələn x bucağı, bu bucağına y bucağı desək, bu dördbucaqlı çökük dördbucaqlıdır. Bəli. Amma biz əsasən və təbii ki, bu üçbucaqla da tanışıq. Bu şəkillə biz üçbucaq mövzusunda da tanışıq bu şəkillə. Üçbucaqda demişik ki, bu formada olanda çöldəki bucaq daxildəki üçbucağın cəminə bərabərdir. Yəni bu formada x bərabərdir çöldəki. İçəridəki üçün cəminə, yəni beta topla alfa topla y bucağı. Bəli, x bu üçünün cəminə bərabər olur. Bu da xarici bucaq xassəsindən irəli gəlir. Bəli, hardan gəlməsi rahatdır. Bir də var, qabarıq çoxbucaq. Biz əsasən qabarıq çoxbucaqdan danışacağıq. Yəni, əsasən biz çökük dördbucaqdan danışmayacağıq. Bizim işimiz qabarıqlardandır. Deməli, başlayaq bir istənilən bir ixtiyarı dördbucaqlıya. Deməli, hər hansı bir dördbucağı çəkirəm. Deməli, bu dördbucaqlımız olsun A, B, C, D. Bəli, burada biz nə görürük? Qarşı təpələr görürük. Qarşı təpələr hansılardır? Təbii ki, dördbucağının 4 dənə təpəsi var. 4 dənə təpəsi var. Bunlardan qarşı təpələr hansılardır? B və D. B və D. Qarşı təpələr. Qarşı təpələr. Bir də A və C. Həmçinin A və C necə təpələrdir? Qarşı təpələr. Bəli. Həmçinin burada biz tərəflərin uzunluqlarını işarə eləsək, məsələn, x deyək, məsələn, bu tərəfin uzunluğu x, tərəfin uzunluğudur. Bu tərəfin uzunluğu y, bu tərəfin uzunluğu m, bu digər tərəfin uzunluğuna n desəm, indi burada hansı tərəflər qarşı tərəflərdir? X ilə m. Təbii ki, mən burada ən sadədən ən mürəkkəbə doğru hər şey deyiləcək. Yəni, ola bilər ki, bunları təbii ki, çoxunuz yaxşı biləsiniz, çoxunuz üçün sadə görünə bilər, amma mən bunları bilməyən uşaqları da nəzərə alaraq, yəni bunları yazıram. X və M qarşı tərəflərdir. Qarşı tərəflər. Həmçinin Y və N da. Y və N qarşı tərəflərdir. Bəli, bu belə. Qarşı tərəflər, qarşı təpələr. Həmçinin burada biz qarşı bucaqlar haqqında da deyə bilərik. Çalışıram ki, çox qarşılıq düşməsin deyə. Məsələn, burada ayrı-ayrı şəkillər üzərində deyirəm. ABC dördbucaqlıdır. Burada məsələn, bu bucağa X bucağı desəm, Y bucağı desəm, M bucağı desəm, bir də K bucağı desəm. Burada qarşı bucaqlar X və M-dır, məsələn. X və M necə bucaqlardır? Qarşı bucaqlardır. Həmçinin Y və K. Y və K da demək, necə bucaqlardır? Qarşı bucaqlardır. Bunların hamısı bu formada yazılır. Və dördbucaqlının perimetri, necə ki, bütün fiqurların perimetrini tapanda bütün tərəfləri toplayırıq. Eləcə də dördbucaqlıda da perimetrini tapmaq üçün, məsələn, bu dördbucaqlının tərəflərinin uzunluğu verilib. Perimetr bərabərdir. Y üstə gəlsin x, üstə gəlsin n, üstə gəlsin m. Bəli, perimetrini tapanda dörd bir tərəfi toplayırıq. Olur bizim dördbucaqlımızın perimetri. Davam edirik. Deməli, dördbucaqlıda biz təpələr, tərəflər haqqında danışdıq. Və dördbucaqlı yeganə fiqurdur ki, daxili və xarici bucaqların cəmi hər ikisi 360-a bərabərdir. Deməli, daxili bucaqlarının cəmi dördbucaqlıda daxili
bucaqların cəmi neçə dərəcədir? 360 dərəcə. 4 bucağımız olsun bu. Bəli. Alfa, beta, x, y. Daxil bucaqlar 4 tane hamısının cəmi alfa topla beta topla y topla x bərabərdir 360 dərəcəyə. Yəni həmçinin xarici bucaqlarının da cəmi 360 dərəcəyə bərabərdir. 4 bucaqda xarici bucaqların cəmi həmçinin yenə 360 dərəcəyə bərabərdir. İndi burada mən xarici bucaqlarını da göstərim. Necə ki 3 bucağın xarici bucağını çəkəndə tərəfin birini uzadırdıq, eləcə də 4 bucağın da xarici bucaqlarını çəkəndə tərəfinin birini uzadacaq. Deməli, məsələn, bu 4 bucaqdır, bunun xarici bucağını çəkəndə hansısa bir tərəfin uzadacaqsan, hansısa bir tərəfin uzadacaqsan, bəli. Bu belə. Məsələn, buradakı xarici bucağı K, buradakı xarici bucağı M, buradakı xarici bucağı N, buradakı xarici bucağı F. Bəli. Üç bucaqlar kimi. Burada və həmçinin daxil bucaqlar işarələsək X, Y, Z, bir də P. Bəli. Deməli, xarici bucaqların cəmi də 360 dərəcədir. Xarici bucaqlarımız hansılardır? Xarici bucaqlarımız M bucağıdır. Üstə gəlsin. Buradakı xarici bucaq K, bu təpədəki xarici bucaq N, üstə gəl, bu təpədəki xarici bucaq F bucağı. Və bunların da cəmi hər zaman 360 dərəcə olur. Və burada bir şeyə diqqət edirik ki, istənilən 4 bucaqlıda, ümumiyyətlə istənilən çox bucaqlıda da, 3 bucaqda da həmçinin. Bir təpədəki daxil və xarici bucağın cəmi həmişə 180 dərəcə olur. İstənilən təpədə olan daxil və xarici bucaq həmişə bir-biri ilə qonşu olurlar. Yəni, bir təpədəki daxil və xarici bucağın cəmi 180 dərəcəyə bərabər olur. Bir təpədəki, deməli, daxili və xarici bucağın, bucağın cəmi neçə dərəcə olur? 180 dərəcədir. Bəli. Yəni, məsələn, bu təpədə M ilə X qonşudurlar. Yəni, M topla X bərabərdir 180 dərəcə. Və yaxud da bu təpədəki bucaqlarımız F topla P bərabərdir 180 dərəcə. Və yaxud da Z ilə N-nin də cəmi bərabərdir 180 dərəcə. Və yaxud da digər təpədəki daxil və xarici bucaq K topla Y bərabərdir 180 dərəcə. Bunları da bildik. Bir təpədəki daxil və xarici bucaq bildik. Sonra 4 bucağının deməli, başqa nəyinə baxaq? Qarşı təpələrini birləşdirsək, deməli, qarşı təpələrini birləşdirəndə nə alınır? Diagonallar alınır. Qarşı təpələri deməli, birləşdirən düz xətlər diagonallardır. Düz xətlər diagonallardır. Diagonallardır. Qarşı təpələri birləşdirən düz xətlər. Məsələn, tutaq ki, bu bizim 4 bucağımızdır. Məsələn, A, B, C, D 4 bucaqlısı var. Mən B ilə D-ni, B-nin qarşısı, bayaq İlk öncəki səhifədə biz dedik ki, qarşı təpələr var. B ilə D qarşı təpələrdir. Onda B-dən D-yə düz xətt çəkəndə bu olur BD diagonalı. A ilə C qarşı təpələrdir. Bunları birləşdirsəm olur AC diagonalı. Deməli, burada nəyi bildik? BD və AC nələrdir? Diagonallardır. Diagonallardır. Və burada diagonallar kəsişiblər. O nöqtəsi olsun. O nöqtəsi diagonalların kəsişmə nöqtəsi adlanır. Bilin, O nöqtəsi
diagonalların kəsişmə nöqtəsidir. Bunu da bildik. Kəsişmə nöqtəsidir. Artıq dördbucaqdan dördbucaqlıya dəyişəcək. Bunlar bucağı necə bölür, bunlar kəsişəndə necə bölünürlər, neçə dərəcə bucaq yaradırlar. Bunlar artıq dördbucaqdan asılı olaraq müxtəlif cür olacaq, dəyişəcək. Biz təbii ki, ixtiyari bir dördbucaqlar haqqında hələ ki, ümumi məlumat veririk. Sonra keçək dördbucaqlar haqqında deməli, diagonalların dedik. Burada dördbucaqların bir tərəfə bitişik bucaqlarının tənbölənləri var. Bunu artıq sözlə uzun-uzadı demək istəmirəm. Burada dördbucaqlıdır, məsələn, A, B, C, D. A, B, C, D dördbucaqlısı var. Məsələn, mən tutaq ki, A bucağının və D bucağının tənbölənlərini çəksəm, bu A-nın tənbölənlidirsə buranı tutaq ki, bir alfaya bölsün. D-nin də tənbölən çəkirəmsə, buranı da betaya bölsün. Və burada bir K nöqtəsində tənbölənlər tutaq ki, kəsişiblər. Bunların uzantısını da çəkə bilər, yəni uzana bilər. Sadəcə bizə tənbölənlərin arasındakı bucaq lazımdır. Məsələn, X bucağı. Söhbət hansı bucaqdan gedir? Dördbucağının bir tərəfinə bitişik bucaqlarının tənbölənlərinin arasındakı bucaq. Deməli, dördbucağın hər hansı bir tərəfinə bitişik bucaqlarından tənbölənlər çəkəndə, tənbölənlərin arasında qalan bucağı tapmaq üçün boşda qalan, yəni bu digər bucaqları toplayıb ikiyə bölürük. Yəni, mən buradakı tənbölənlərin arasındakı bucağı, X bucağı tapmaq üçün kənarda qalan B və C bucaqlarını bucaq B ilə toplayıram, bucaq C-ni bölməliyəm 2-yə. Yəni, bu formada belə bir bərabərliyimiz alınır. Həmçinin burada digər bir bərabərlik də var. İxtiyari dördbucaqlarda nə bərabərliyidir? Deməli, qarşı təpələrin də, yəni qarşı bucaqların da biz tənbölənləri çəkə bilərik. Burada belə deyək də, bir tərəfə bitişik təpələrdir. İndi çəkəcəyim şəkildə isə qarşı təpələrdir. Məsələn, ixtiyari dördbucaqlıdır. Məsələn, ABCD dördbucaqlısında qarşı təpələr, məsələn, bu təpədir, bir də bu təpədir. Bu zaman burada yenə, bunlar tənbölənlərdir təbii ki. Yenə bu da alfa. Buradakı da tutaq ki, həmin bucağı, müəyyən bucağı beta bölsün. İndi bu dəfə danışırıq, biz qarşı təpələrin, qarşı bucaqların tənbölənləri arasındakı qalan, bax, bu bucaqdan danışırıq. Yenə, necə ki, bayaq tapanda tənbölənlər çəkilməyən tərəf bucaqları toplayıb ikiyə böldük. İndi isə baxırıq ki, boşda qalan bucaqlar bunlardır. Bunları çıxıb ikiyə böləcək, çünki biri digərindən böyük alınır, yerdə qalan bucaqlar. X bucağını tapmaq üçün X bucağı bərabərdir. Bu böyük bucaqdan, yəni məsələn bucaq A-dan çıxacaq kiçik bucağı, yəni bucaq C-ni böləcəm 2. Bu da nəyin tapılması oldu? Qarşı bucaqların tənbölənlərinin arasında qalan bucağın tapılması bir qaydası oldu. Belə, əslində bunların rahat yolla gəlir, hardan alınması. Amma indi mövzu izahı uzun çəkməsin deyə burada demirəm, əlavə olaraq başqa bir videoda deyə bilərəm. Deməli, gəldik burada digər dördbucaqlıya aid nə xassəsi deyim sizə. Dördbucaqlının tərəflərinin ortalarını birləşdirsək, deməli, tərəflərin orta nöqtələrini birləşdirəndə, görək, tərəflərin orta nöqtələrini birləşdirəndə alınan dördbucaqlı. Dördbucağın perimetri haqqında danışacaq. Məsələn, bir dənə dördbucaqlı çəkirəm. Belə. ABCD. ABCD dördbucaqlısıdır. Tərəflərin ortaları olsun buralar.
Və biz bu orta nöqtələri birləşdirsək bu vəziyyətdə deməli burada da bir dənə alınır, burada da bir dənə dördbucaqlı alınır. Bu dördbucaqlının perimetri böyük dördbucaqlının diaqonallarının cəmi olur. Bu da üçbucağın orta xəttindən gəlir əslində. Və çalışacağım ki, belə şeyləri indi ayrı-ayrı videolarda, bunlar hamısı isbatdır da, haradan gəlməsi. Bunların hamısını demək olar, amma inşallah başqa videoda deyəcəm. İndi burada məsələn, nə dördbucaqlısı alındı? M, K, P. Deməli, tərəflərin nə idi? Orta nöqtələrdir. Tərəflərin orta nöqtələrini birləşdirəndə deməli, tərəflərin orta nöqtələrini birləşdirəndə dördbucaqlı alınırsa, həmin o dördbucaqlının deməli, perimetri böyük dördbucaqlının diaqonalları cəminə bərabərdir. Yəni, alınan dördbucaqlımız nədir? Alınan dördbucaqlımız MNPK-dır. MNKP daha doğrusu. Yəni, perimetr MNKP bərabərdir. Əsas böyük dördbucağın diaqonalları nədir? AC ilə BD. Bunların cəminə bərabərdir. Yəni, ümumi dördbucağının deməli, diaqonalları cəminə bərabərdir. Burada əslində görmək olar bunu. Məsələn, tutaq ki, burada yuxarıda qalan üçbucağı görürük ki, yəqin burada yazacaq. Deməli, yuxarıda qalan üçbucağının bu M-in əslində orta xətti sayılır da. Bu orta xəttə AC-nin yarısıdır. Təbii ki. Və yaxud da belə baxsın bu üçbucağa. NK tərəfi BD-nin yarısıdır. Çünki NK burada orta xəttir. Bax, BCD üçbucağında NK orta xəttir. Həmçinin burada da MP BD-nin yenə yarısıdır. Bu tərəfdən görünür ki, artıq deməli, bu sarı dördbucağının tərəfləri elə diaqonalının yarısıdır. Ona görə də dörd tərəfi toplayanda elə diaqonalların cəmi alınır. Yəni, belə. İndi görək, burada dördbucaqlıda deməli, deyəcəklərimiz nələr var. Dördbucağının diaqonalları arasındakı bucağa baxsaq. ABCD dördbucaqlısının diaqonallarını çəksən, deməli, diaqonalların arasında qalan bucaq iki bucaqlı ola bilər, kör bucaqlı ola bilər. Məsələn, bir alfa bucağı. Bu D1 diaqonalı, bu da D2 diaqonalı olarsa, biz D1, D2 və onların arasındakı bucağın hasilini biz əslində sahədə də deyəcəyik. Məsələn, SABCD bərabərdir. 2-də 1 vur, diaqonalın biri diaqonalın ikisi, bir də sinus alfa. Yəni, bu diaqonalların arasındakı bucaq əsasən dördbucağının sahə düsturunda istifadə olunur. Bəli, dördbucağın haqqında bunu deyə bilərik. Belə. Sonra burada dördbucağının diaqonalları əgər perpendikulyardırsa, dördbucağının diaqonalları perpendikulyardırsa, diaqonalları perpendikulyar olarsa, belə bir qayda da var. Diaqonallar perpendikulyar olarsa, perpendikulyar olarsa, o zaman belə bir xassəmiz var. Məsələn, dördbucağını çəkirəm. Ta ki, bunların diaqonalları perpendikulyar olacaq. Məsələn, əgər olacaqsa da ola bilər. Əgər perpendikulyardırsa, bizim qaydamız odur ki, D1 diaqonalı D2 diaqonalına perpendikulyar olarsa, yəni D1
perpendikulyardır, deyək ki, olarsa, o zaman, məsələn, tərəfləri işarə edirəm, tərəflərin uzunluqlarıdır, A, B, C, D ilə işarə edirəm. Əgər hər hansı bir dördbucağının diagonalları perpendikulyardırsa, qarşı tərəflərin kvadratları cəmi bir-birinə bərabər olur. Yəni, A-nın kvadratı üstəgəl B-nin kvadratı bərabərdir C-nin kvadratı topla D-nin kvadratı. Bu bərabərliyi yaza bilərik, amma hansı şərt daxilində? Diagonallar əgər perpendikulyardırsa. Burada dördbucaqlara başqa nə qalıb? Dördbucaqların daxilinə və xaricinə çevrə çəkilərsə. Daxilə çevrə çəkilərsə. Dördbucağının daxilinə çevrə çəkilərsə, bu çox istifadə olunur bu qayda. Daxilinə çevrə çəkilərsə, qarşı tərəflərinin cəmi həmişə bərabər olur. Qarşı tərəflərinin cəmi bərabər olur. Nə demək yəni bu? Məsələn, deməli, çevrəmiz, bu da bizim dördbucağımız. Belə. Daxilinə çevrə çəkir. Bu tərəf A, B, C, D. Əgər həqiqətən də dördbucağın daxilinə çevrə çəkilibsə, o zaman qarşı tərəflərin cəmi bir-birinə bərabər olur. Yəni, A ilə C-nin cəmi bərabərdir B ilə D-nin cəminə. Bu əslində toxunanların qaydasına irəli gəlir də. Bəzən şagirdlər daxilə çəkilən çevrə, xaricə çəkilən çevrə qaydasını qarışdırırlar. Çünki çevrənin nədir? Dördbucağın xaricinə də çevrə çəkiləndə başqa bir bucaqla bağlı xassəsi var. Bəli, burada məsələn, belə yolda saxlaya bilərsiniz ki, əgər qarışdırırsanız, bunun isbatı qısadır, çətin deyil. Məsələn, bu toxunandır da bu. Bura x-sə, burada x-dir. Bura y-dirsə, burada y-dir. Bura m-dirsə, burada m-dir. Bura z-dirsə, burada z-dir. O zaman, baxır ki, həqiqətən də qarşı tərəflər toplayanda bərabər olur. Məsələn, bu tərəf z ilə x-dir. Onun qarşısı nədir? M ilə y. Üstə gəl M topla y. Görək ki, bərabər olacaq o birisinə. Bu tərəflər nədir? Z toplamı görə bərabər olacaq. Z toplamı bərabər x topla y. X topla y. Nə görürsünüz? Bərabər olurlar, sağın olsun. Yəni, əgər bunun qısa olduğu üçün dedim ki, yadından çıxsa, qarışdırsaz, yadınızdan çıxsa, bu formada toxunan qaydası ilə bilin ki, daxilə çevrə varsa, qarşı tərəflərinin cəmi bərabərdir. Amma xaricində çevrə varsa dördbucağının, qarşı bucaqlarının cəmi bərabərdir və 180 dərəcə. Bunları qarışdırmayın. Deməli, daxilində çevrə varsa dördbucaqlığın, qarşı tərəflərin cəmi bir-birinə bərabər olacaq. Artıq bu bizə perimetrin tapılmasında çox kömək olacaq. Məsələn, biz perimetrini tapmaq üçün artıq iki tərəfini bilsək bəs edir. Məsələn, A ilə C-ni bilsin. A topla C-ni 2-yə vuracaqsan, A topla C-ni 2-yə vurub, sən perimetrini tapa bilərsən. Çünki onsuz da bunların cəmi A-nın C-yə bərabərdir. Ona görə 2 dənə A-C yazılır da. Və ya da perimetrini tapmaq üçün B ilə D-nin cəmini bilsin, bəs edir. Çünki B ilə D-nin cəmini 2-yə vursun, perimetri tapmış olacaqsan. Bu daha çox bu qayda çevrə bölməsinin ən axırıncı başlığında çox istifadə olunur bundan. Deməli, indi xaricə çəkilən qaydası da var bunun. Dördbucağının xaricinə çevrə çəkiləndə isə qarşı bucaqlarının cəmi bir-birinə bərabər olur. Deməli, dördbucaqlının xaricinə çevrə çəkilərsə, qarşı bucaqlarının cəmi bir-birinə bərabər olur. Qarşı bucaqların cəmi qarşı bucaqların cəmi həm bir-birinə bərabər olur, həm də
180'ə bərabər. Bir-birinə bərabər olur. Bərabər olub 180 dərəcəyə 180 dərəcədir. Necə yəni? Deməli, xaricinə çevrə çəkək. Cavabımız olsun belə. Deməli, xaricinə çevrə çəkdik. Xaricində çevrə var. Yəni belə. Deməli, xaricində çevrə varsa 4 bucağına. Qarşı bucaqların cəmi həm 180 olur, həm də bir-birinə bərabər olur. Məsələn, x-dan y bir qarşı bucaqlardır. M-lə n də bir qarşı bucaqlardır. O zaman m plus n bərabər olur 180-ə. Həmçinin x plus y bərabər olur 180-ə. Buradan da belə çıxır ki, onda m topla n bərabərdir həm də x plus y-ə. Və salam. Belə. Yəni, bunu bilmək bəs eləyir. 4 bucağının neynəyərsə, xaricinə çevrə çəkilərsə. Bəli. Görək, dəqiqəmiz çox keçməyib ki. Deməli, biz burada keçək. Deməli, nədən danışaq? Çevrəni demişkən, çevrənin daxilində çevrə çəkilmiş 4 bucağının deməli, sahəsi istifadə olunur. Sahəsində istifadə olunur radiusdan. Burada əgər daxilində çevrə çəkilərsə, deməli, elə burada daxilində çevrə çəkmişik, bu qalsın şəklimiz. Deməli, əgər daxilində çevrə çəkilirsə, bax, bu cür formada. O zaman biz bunun sahəsini tapanda, bunun radiusundan istifadə edə bilərik. Bəzən də əsli üstür bilmək kifayət eləyir, yerinə qoyub tapırsan. Məsələn, bura bir yer yazsan, daxilə çəkilmiş çevrənin radiusunu. O zaman bu SABCD dördbucaqlısı deyirəm. ABCD dördbucaqlısının sahəsi SABCD bərabərdir. Yarım perimetr radiusa vuracaqsınız. Yarım perimetr radiusa vuracaqsınız. Yəni A topla B topla C topla D böl 2-ni vuracaqsınız R-ə daxilə çəkilmiş radiusa. Bəli. Bunu məsələn P böl 2 bu R-də deyə bilərik. Və yaxud SABCD bərabərdir. Perimetr bölünsün 2 vurulsun R. Belə də edə bilərik. Bu da lazımlı bir üstürdür. Burada da diqqətli olmalısınız. Deməli, keçirik paralelograma. Paralelogramı da bu 4 bucaqlıya birləşdirəcəm. Hələ vaxtımız var. Digərlərində növbəti ikinci videoda deyə bilərik. İkinci videoda. Deməli, keçək biz paralelograma. Deməli, paralelogram. Paralelograma baxaq. Paralelogram nədir? Qarşı tərəfləri paralel və bərabər olan dördbucaqlıdır. Dördbucaqlıdır. Paralelogram. Deməli, qarşı tərəfləri bərabər və paralel olmalıdır. Və məsələn bu deməli A, B, C, D. Qarşı
qarşı tərəfləri paralel olmalıdır. Yəni burada AB paralel olmalıdır CD-yə. Həmçinin BC paralel olmalıdır. BC paralel olmalıdır AD-yə. Həmçinin burada qarşı tərəflər bərabər olduğu üçün qarşı bucaqlar da bərabər olur. Həmçinin paralel olduğu üçün. Bura məsələn alfa desəm, C-də alfa olacaq, itilər bərabər olur, korlar da bərabər olur. Beta desəm, burada beta olur. Biz həndəsə əsas anlayışından bilirik ki, paralellərin arasında qalan və bir tərəfdə qalan bucaqlar bir tərəfli bucaqlar hesab olunurdu da. O zaman alfa ilə beta bir tərəflidirsə, cəmləri nə qədər olur həmişə? 180 olur. Bir tərəfə bitişik bucaqların cəmi, yəni alfa toplam beta bərabərdir 180 dərəcə. Bunu da bilmiş olduq. Həmçinin qarşı tərəfləri də bir-birinə bərabərdir. AB-nin uzunluğu məsələn A-dırsa, onda CD də A olacaq. Və yaxud da BC-nin uzunluğu B-dirsə, AD də B olacaq. Qarşı tərəflər həmişə necə olur? Bərabər olur. Burada qeyd edilə bilərik. AB bərabərdir nəyə? AB bərabərdir CD-yə. CD və hər ikisi də uzunluğu A-dır. Və yaxud da BC bərabərdir AD-yə. BC bərabərdir AD-yə. Və hər ikisinin uzunluğu B-yə bərabərdir. Və burada həmçinin perimetri də tapa bilərik. Perimetri yenə bayaq dediyimiz kimi bütün tərəflərinin cəmi deməkdir. 2 dənə A var, 2 dənə B var. 2 dənə A, üstə gəl, 2 dənə B bu şəkildə. Və yaxud da 2-ni çölə çıxartsıq, mötərizə çölünə. 2 vurulsun, A topla B. Bu da bizim paralelogramımızın perimetri. Gələk paralelogramın nəyindən? Diagonallarından danışaq. Diagonalları, paralelogramın diagonalları. Diagonalları. Gəlin paralelogramın diagonallarını çəkək. Yoxlayaq bununla görə düz olmasın. Paralelogram. Belə alınır. Rom kimi alınır belə. Yaxşı. Romda çox oxşayır. Romda çəkəndə onunla çəkərik. Bizə paralelogram lazımdır. Deməli, belə. Çox uzun oldu elə. A, B, C, D paralelogramında diagonalları çəksək, deməli, BD diagonalı və AC diagonalı. Bu da diagonalların nə idi? Kəsişmə nöqtəsi. O nöqtəsi olsun, diagonalların kəsişmə nöqtəsi. Burada deməli BD və nə? AC nədirlər? Diagonallardır. 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 Diagonallar tənbölən deyirlər. Yazıram. Diagonallar. Təbii ki, sırf bu paralelograma aiddir. Diagonallar tənbölən deyil. Tənbölən deyil. Yəni çıxdığı bucağı yarı bölmür paralelogramda. Sonra diagonallar perpendikulyar deyil paralelogramda. Perpendikulyar deyil. Və paralelogramda da perpendikulyar deyil. Amma diagonallar kəsişəndə yarı bölünürlər. Bunu bilin. Diagonallar kəsişəndə yarıya bölünür. Hərəsi özlüyündə yarıya bölünür. Yəni yarıya bölünür də bununla bu eyni olur, bununla da bu eyni olur. Onda belə çıxır ki, BO bərabərdir nəyə? BO OD-yə bərabərdir. Və yaxud da AO OC-yə bərabərdir. Belə, bu şəkildə diagonallar haqqında
bunları deyə bilərik. Və diaqonalların uzunluqları fərqlidir. Bunu da yaza bilərik. Diaqonalların uzunluqları necə olur? Fərqlidir. Diaqonalların uzunluqları fərqlidir. Yəni təbii ki, AC nədən böyüdür? BD-dən daha böyüdür. AC böyüdür BD. Bəli. Diaqonallar haqqında deyəcəklərimiz bu qədər. Və burada diaqonallar dedik bucağı yarı bölmür, amma çarpaz bucaqlar alır. Məsələn, bura alfadırsa, burada olur alfa. Bunlar lazımdır, istifadə olunacaq. Və yaxud da tutaq ki, başqa nə deyə bilərik? Bura betadırsa, burada nədir? Betadır. Bəli. Sonra məsələn bura Z bucağıdırsa, burada nə olacaq? Z. Çarpazdılar da. Bura məsələn K olacaqsa, burada nə olacaq? K olacaq. Bu cür çarpaz bucaqları ötürməyi unutmayın. Lazım olacaq 100%. Qarşımıza çıxacaq elə bir şeyləri bilmək lazımdır. Diaqonallar arasındakı bucaq, iti bucaq, kör bucaq. Mesela bu diaqonallar arasındakı iti bucaqdır. Bu da diaqonalların arasındakı kör bucaqdır. Bunları bilmək lazımdır. Bəli, bunları bilmək lazımdır. İndi diaqonallarla bağlı burada kosinuslar teoremindən də istifadə oluna bilər. Bunu da nəzərinizə çatdırın. Diaqonallarla bağlı kosinuslar teoremindən istifadə oluna bilər. Deməli, diaqonalın tapılması. Yazaq. Diaqonalın tapılması. Məsələn, bir dənə poliqon seçək. Belə. Bəs nazik poliqon oldu. Yaxşı. Məsələn, bir dənə çəkdim. Yaxşı oldu. Deməli, bir dənə diaqonal çəkdik. Bu məsələn olsun D1 diaqonal. Bura A tərəfidir, bura B tərəfidir, burada bir alfa bucağı. Bəli, burada artıq 3 bucaq ABC-də və yaxud ABD deyək də. 3 bucaq ABD-də biz nəyə tətbiq edə bilərik? Kosinuslar teoremini tətbiq edə bilərik. Yəni bu 3 bucaqda kosinuslar teoremini tətbiq edəsək, D1-in kvadratı bərabərdir. Digər tərəflərin kvadratları cəmi, yəni A kvadrat topla B kvadrat çıxılsın bunların hasilinin 2 misli. Bir də vurulsun o tapılan tərəfin qarşısındakı bucağın kosinusu. Kosinus alfa. Bunu yaza bilərik məsələn. D1 diaqonal görə. Həmçinin D2-yə görə də biz kosinuslar teoremindən istifadə edə bilərik. Kosinuslar teoremindən istifadə edə bilərik. Necə? O bir yazaq burada. Məsələn, yenə bir paralelogramdır. Yenə bizim bir paralelogramımızdır. Yəni, belə bir şeydir. Deməli, burada, məsələn, indi mən bu diaqonal çəkirəm. Həmçinin, burada da D2 olsun bu diaqonal. Bura yenə A, bura B təbii ki. Burada bir beta olsa. Bəli. Yenə təbii ki, eyni qayda ilə geçsək. Məsələn, söhbət bu 3 bucaqdan gedirsə, D2 tərəfini tapmaq istəyirəmsə, D2-nin kvadratı bərabərdir. Yenə A-nın kvadratı topla B-nin kvadratı. Çıx, bunların hasilinin 2 misli 2AB. Bir də bu kosinus beta. Bundan da istifadə edə bilərik. Kosinuslar teoremini poliqramın daxilinə gətirdik. Diaqonal və tərəflərdən istifadə edərək. Bu belə. Dəqiqəmiz çox olmasın. Deməli, sonra poliqramda diaqonallar və tərəflər arasındakı əlaqə düsturu var. Diaqonallar və tərəflər. Poliqramda diaqonallar və tərəflər. Diaqonallar və tərəflər.
düsturu var. Məsələn, paralleloqramımızı çəkək. Paralleloqramımız olsun belə. Bu D1 diaqonalı. Digəri bizim olsun D2 diaqonalımız. Bu da olur D2. Bu tərəf A, bu tərəf B. Təbii ki, qarşı tərəflər bərabərdir. Diaqonallar və tərəflərlə bağlı belə bir bərabərlik var. Diaqonalların kvadratları cəmi, yəni D1-in kvadratı topla D2-nin kvadratı bərabər olur. Bütün tərəflərin kvadratları cəmi. Yəni 2 dənə A kvadratı topla 2 dənə B kvadratı. Bütün tərəflərin kvadratları cəmi bərabər olur. Bəzən 2-ni mötərizə xaricə çıxarda bilər. Yəni D1-in kvadratı topla D2-nin kvadratı bərabər 2 vurulsun. A kvadrat topla B kvadratı. Bunları unutmayın. Yəni diaqonallar və tərəflərlə bağlı bir şeydir. Bir xassət. Sonra biz burada baxa bilərik. Bir tərəfə bitişik bucaqların tən bölənləri deməli bir tərəfə bitişik bucaqların tən bölənləri çəkiləndə tən bölənləri arasındakı bucaq. Daha yazdım belə. Arasındakı bucaq. Baxın, bunu şəkilə tətbiq edək. Məsələn, paralleloqram çəkək. Paralleloqramımız. Bir tərəfə bitişik bucaqların tən bölənləri. AB tərəfinə bitişik bucaqlar bunlardır. Bunların tən bölənlərini çəkək. A, B, C, D, yaxşı. Belə. Deməli, A-nın tən böləni bu. B-nin tən böləni bu şəkildə. Tən bölən isə o dəqiqə yazmalısan ki, alfa, alfa. O dəqiqə yazmalısan ki, beta, beta. Bəli. Biz başlanğıcda qeyd eləmişdik ki, paralleloqramın bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcə olur. Bu bucaq 2 betadır. Üstəgəl bu bucaq da 2 alfadır. Cəmləri həmişə nə qədər olmalıdır? 180. Bir tərəfə bitişik 2 ilə 2 olan cəmi həmişə 180 olur. Burada da hər tərəf 2-yə bölürsək, beta topla alfa bərabər olur 90 dərəcə. Onda beta ilə alfanın cəmi 90-dırsa, burada bu beta ilə bu alfanın cəmi 90, sonra burada da nə qədər olmalıdır? 90 olmalıdır. Bucaqların cəmi 80 olduğu üçün. Bəli, buradan belə çıxır ki, onda paralleloqramda belə. Paralleloqramda bir tərəfə bitişik bucaqların tən bölənlərinin arasındakı bucaq həmişə neçə dərəcə olacaq? 90 dərəcə olacaq. Belə, bu şəkildə. Hə, indi burada başqa nə qaldı? Deməli, tən bölən arasındakı bucaq. Bir də bəzən suallarda, imtahanlara da düşür əslində. Paralleloqramın bucağının tən böləni çəkilərsə, orada çarpaq bucaq ötürmək lazımdır. Göstərəcəm də necə. Bir bucağın tən böləni çəkilərsə, paralleloqramda deməli bir bucağın tən böləni çəkiləndə bir bucağın tən böləni çəkilərsə, onda nə edəcəksən? Məsələn, mən burada bir bucağın tən böləni çəkirəm. Məsələn, bu bucağın tən böləni çəkirəm belə. Məsələn. Gəlib bura birləşənməzdə, bura birləşsə, onda gəlib romb olar. Paralleloqramda axı diaqonal tən bölən olmur axı. Ona görə tən bölən gəlib hansısa qarşı tərəfi haradasa kəsir. Bir bucağın tən böləni gəlib qarşı tərəfi haradasa kəsir. Bu əgər tən böləndirsə, bucağı necə böləcək? Alfa, alfa. Bəli. Deməli, paralleloqramımız A, B, C, D-dir. Burada K nöqtəsi olsun bu. AK tən böləndir burada. Hər hansı bir bucağın tən böləndir də. AK tən böləndir. AK tən böləndir. Bəli, ən önəmli məsələ burada uşaqlar. Bu alfanın çarpazını bura ötürməkdir. Bəli, altdakı alfanın çarpazı buranın alfadır. Artıq burada necə üç bucaq alınır? Artıq burada deməli
bərabər yanlış çıxacaq alınır. Çünki bu alfa ilə bu alfa bir-birinə necədirlər? Bərabərlər. Onda bura A-dırsa, burada nə olacaq? A olacaq. Bərabər yanlış çıxacaq alınır. Artıq bura A-dırsa, burada A-dır. Bəli. Bu şəkildə yazmaq olar. Bəli. Belə. Yəni, bərabər yanlış bir çıxacaq alınır. Kəmərənin xassəsi. Sonra burada bir də nə qalıb? Deməli, paralelogramın daxilinə və xaricinə çevrə çəkmək olmur. Bir mənalı şəkildə bilin. Paralelogramın nə daxilinə, nə də xaricinə. Daxilinə və xaricinə çevrə çəkmək olmur. Bunu bilin. Çevrə çəkmək olmur. Unutmayın. Deməli, paralelogramın simmetriya mərkəzi bilirsiniz haradır? Diaqonalların kəsişdiyi nöqtədir. Simmetriya mərkəzi diaqonalların kəsişdiyi nöqtədir. Diaqonalların kəsişdiyi nöqtədir. Amma bunu bilin ki, paralelogramın simmetriya oxu yoxdur. Simmetriya mərkəzi var, amma simmetriya oxu yoxdur. Bunu da yazıram. Simmetriya oxu yoxdur. İndi burada şəkil üzərində də göstərəcəm. Deməli. Məsələn, paralelogram çəkilən var bir dənə. Bu paralelogramın simmetriya mərkəzi dediyi haradır? Diaqonalların kəsişdiyi nöqtədir. Bax bu. Simmetriya mərkəzi nə deməkdir? Yəni, bu nöqtədən bura qədər olan məsafə ilə bu nöqtədən bura qədər olan məsafə eynidir. Bunlar bir-birinə bərabərdir. Və yaxud da simmetriya mərkəzi olur da müxtəlif tərəflər olan hissələr bir-birinə bərabər olur. Və yaxud da məsələn bu nöqtədən bura qədər olan məsafə belə deyək. Bura qədər olan məsafə ilə eynidir. Ona görə simmetriya mərkəzi hesab olunur. Simmetriya oxu bilirsiniz nədir? Simmetriya oxu odur ki, haradansa bir ox keçirəcək, o ox boyu qatlasaq üst-üstə düşəcək. Amma paralelogramda mümkün deyil. Paralelogramın ona görə simmetriya oxu yoxdur. Məsələn, tutaq ki, kvadrat çəksən. Məsələn, bunun da simmetriya mərkəzi ilə burada diaqonaldan kəsişməkdir. Məsələn, bu onun simmetriya oxu sayılır kvadrat. Çünki bunları ağız-ağıza qatlasam üst-üstə düşürlər. Amma paralelogramda ağız-ağıza qatlasam üst-üstə düşmürlər. Yoxlaya bilərsiniz. Əgər belə daha diqqətli, necə deyim, daha inanmaq istəyirsə, kağız üzərində kəsib, qatlayıb görə bilərsiniz. Bu belə. Yəni, simmetriya mərkəzi oldu bu. Bu hissə. Amma simmetriya oxu yoxdur. Simmetriya mərkəzinin önəmi nədir bəs? Sən bilməlisən ki, bu simmetriya mərkəzindən bu tərəfə qədər olan məsafə, bu tərəfə qədər olan məsafə neyindir? Və sağdakı simmetriya mərkəzindən sağa olan hissə, sola olan hissə ilə eynidirlər. Simmetriya mərkəzinin əhəmiyyəti, əsas əhəmiyyəti budur. Sonra paralelogramın çevrələrini dedik. Deməli, simmetriya oxunun simmetriya mərkəzi haqqında tanışdıq. Burada indi daxilə çəkilmiş çevrələr dedik ki, yoxdur. Biz kosinuslar demişik də burada. Kosinuslar da demişik. Burada bir də
hündürlüklərini deməmişik də. Parallelogram hündürlüklərini də deyək. Hündürlükləri. Parallelogramın hündürlükləri. Hündürlükləri. Baxaq burada parallelogram hündürlüklərinə lazımlıdır, çox istifadə olunacaq. Məsələn, bu bizim parallelogramımızdır. A, B, C-dir. Parallelogram. Deməli, parallelogram daxildə hündürlüklər olur. Məsələn, mən daxildəki hündürlükləri çəkirəm. Məsələn, B təpəsindən bir bura hündürlük çəkə bilərəm. Həmçinin bura bir hündürlük çəkə bilərəm. Təbii ki, bu hündürlüklər fərqlidir. Məsələn, bu A tərəfidirsə, bu hündürlüyə HA deyirəm. Bu B tərəfidirsə, bu hündürlüyə HB deyirəm. Üçbucaqdakı xassisə burada da keçərlidir. HA-nın ayı hansıdır? HA-nın ayı hansıdır? Bərabərdir. HB-nin B-yi hansıdır? HB vur B. Bu bərabərlik üçbucaqdakı xassisə kimi doğrudur. Deməli, burada nəyə diqqət eləmək lazımdır? Burada ona diqqət. Burada bir dənə qayda da var. Onu da deyim yeri gəlmişkən. Lazım olar da. Kor bucaq təpəsindən çəkilən hündürlüklərin arasındakı bucaq, baxın bu, alfa bucağı, B kor bucaqdır. Kor bucaqdan çəkilən hündürlüklərin arasındakı bucaq, baxın bu alfa. Həmişə paralleloqramın iti bucağı ilə eyni olur. Alfa. Bunu da unutmayın. Bir də iti bucaqdan çəkilən hündürlüklər var. İndi onları da çəkəm bura. Onu da çəkəm bura. İti bucaqdan çəkilən hündürlüklər. Bu hündürlüklər kor bucaq təpəsindən çəkilən hündürlüklərdir. Və uzun hündürlük, qısa hündürlük. Bir də var, necə hündürlük? İti bucaq təpəsindən çəkilən hündürlüklər. Burada da sözlə yazmadım da, kor bucaqdan çəkilən hündürlüklərin arasındakı bucaq elə parallelogram iti bucağı ilə eyni olur həmişə. Və təbii ki, bilirsiniz ki, burada alfadır. Bir də var, şu an var. İti bucaqdan çəkilən hündürlüklər. İti bucaqdan çəkilən hündürlüklər. Çəkilən hündürlüklər. Təbii ki, və onların arasındakı bucağı da olacaq. Deməli, biz indi məsələn, iti bucaq buradır. Buradan hündürlük çəkəndə A təpəsi B, C-dir. Gəlin indi bu hündürlükdən çəkək, iti bucaq hündürlüyü. Təbii ki, bu təpədən mən qarşı tərəf hündürlük çəkə bilərəm. Məcbur bunun nəyinə çəkməliyəm? Uzantısına. Bir hündürlük bu olacaq. Bir də təbii ki, bu təpədən mən qarşı tərəf hündürlük çəkə bilmirəm, çünki 90 dərəcə bucaq yaratmır. Yəni, bunun nəyini çəkməliyəm? Uzantısına. Bu da bir hündürlük. Deməli, bura A tərəfi desəm, burada bir B tərəfi desəm, onda buna HA deyəcəm. Çünki A tərəfinə çəkib baxın. Buna da B tərəfinə çəkildiyi üçün əslində B-nin uzantısına buna da nə deyəcəm? HB deyəcəm. Bu zaman həmin o ağlar hündürlüklərdir da, onların arasındakı bucaq, baxın bu bucaq, həmişə paralleloqramın kor bucağına bərabər olmuş olur. Yəni, bura bir beta desəm, bax bu bucağa, onda kor bucaqda nə qədər olur? Beta olur, təbii ki, burada kor bucaqda, burada beta olur. Yəni, iti bucaqdan uzantılara çəkilən, iti bucaqdan çəkilən hündürlüklərin arasındakı bucaq elə paralleloqramın həmişə kor bucağı ilə eyni olur, bir-birinə bərabər olur. Düzdür, bunların sahələrdə deyəcək, sahələrinə aid xassələr də çoxdur. İndi lazım olar deyə sahələrə deyəcək, sahələrə keçək. Amma yenə də burada bir şey var. Diaqonala da hündürlük çəkə bilərik biz. Məsələn, tutaq ki, bu paralleloqram diaqonalıdır.
təpədən diaqonal da biz hündürlük çəkə bilərik. Bura məsələn HD deyirəm, HD. Bu da tutaq ki D diaqonal olsun. Bəli. Həmçinin burada başqa nə deyə bilərik? Yəni sahəni biz HD vur D ilə tapa bilərik. Və bir də bilirsiniz ki, sahə başqa nə ilə tapılır? HA vur A ilə də tapılır da. Yəni bunu yazmaq istədim ki, istifadə oluna bilər də diaqonala çəkilən hündürlük, diaqonal bir də hündürlük, bir də tərəfə çəkilən hündürlük, bir də tərəf. Yəni buradan əslində diaqonala çəkilən hündürlüyün diaqonala hasili bərabər ola bilər. Tərəfə çəkilən hündürlüklə tərəfin hasilinə bərabər. Bu bərabərlikdən də istifadə oluna bilər. Belə, indi qalan qaydalarımız artıq sahələrdə istifadə edəcəyik. Deməli, bu videoda bu qədər. Növbəti videolarımızda 4-cü halın davamı gələcək.